Hər kəsə salam, uşaqlar. Bu günləri biz sizinlə milli partiya və təşkilatların yaranması mövzusunun izahına baxacağıq. Biz dedik ki, 1905-1907-ci illərdə Rus inqilabı başlayacaq. Bu, Şimali Azərbaycanda milli demokratik hərəkatın yeni mərhələsinə daxil olmasına səbəb olacaq. Bu mərhələnin səciyyəvi cəhəti nə idi, uşaqlar? Biz dedik, artıq milli siyasi təşkilatların formalaşması və bu təşkilatların muxtariyyət tələb etməsinə gətirib çıxardacaq. 1905-17 oktyabr manifesti ilə Çar belə bir manifest verəcək ki, artıq söz, mətbuat azadlığı, partiya və təşkilatların yaranmasına icazə var idi. Biz də bundan istifadə edərək siyasi partiya və təşkilatlar yaradacağıq. Bizim ilk təşkilatımız, milli ictimai siyasi təşkilatımız olacaq, Müsəlman Gənclik Təşkilatı. Nə vaxt yaranmışdı? 1903-cü ildə. Kim yaratmışdı? Məmməd Əmin Rəsulzadə yaratmışdı. Burada məqsəd nə idi? Müstəmləkə əsarətinə qarşı mübarizə aparmaq. Özü də necə fəaliyyət göstərirdi? Gizli fəaliyyət göstərirdi. Daha sonra gəldik 1904-cü ildə Bakıda təşkil olunmuş Hümmət Təşkilatına. Bu da Möhsümov Rəsulzadə yaratmışdır. Burada da məqsəd o idi ki, Azərbaycanlı fəhlələr içərisində siyasi iş aparmaq idi. Həmin vaxtda Azərbaycanlı fəhlələr var idi ki, onlar da müəyyən tələblər irəli sürən tətillər edirdilər. Ancaq onlarda da bu tətilləri siyasi baxımdan qiymətləndirmək məqsədi ilə Hümmət Təşkilatı yaratmışdır. Ətrafına xeyli insanlar toplaya bilmişdir. Amma sonraki fəaliyyətində Rusiya Sosial Demokratik Fəhlə Partiyasının məqsədlərinə xidmət etdiyi üçün, yəni bolşeviklərin təsirinə düşdüyü üçün Məmməd Əmin Rəsulzadə və tərəfdaşları bu təşkilatdan uzaqlaşacaqlar. Məmməd Əmin Rəsulzadənin məqsədi xalqın azadlığı, dövlətçiliyimizi bərpa etmək idi. Ancaq Hümmət Təşkilatı artıq belə deyək də öz macərasından çıxıb bolşeviklərin təsirinə düşmüşdü. Sonra gəldik Müsəlmanlıq Partiyasına. Müsəlmanlıq Partiyası da 1905-ci ildə yaranmışdır. Azərbaycanlı ziyalılar yaratmışdı. Harda yaratmışdılar? Rusiyada yaratmışlar. Burada müsəlman xalqını dini zəmində birliyinin yaranmasını tələb edirdilər. Burada əsas məqsəd dini idi, uşaqlar. Qeyrət Partiyası 1905-ci ildə yaranmışdır, Gəncədə yaradılmışdır. Kim yaratmışdı? Ələkbər bəy Rəfibəyov yaratmışdır. Ələkbər bəy Rəfibəyovun yaratdığı bu Qeyrət Partiyası ilk milli partiya idi. Uşaqlar, bayaq dedik, ilk milli ictimai siyasi təşkilatımız hansı idi? Bəli, Müsəlman Gənclik Təşkilatı, hansı ki Rəsulzadə yaratmışdı. Bəs ilk milli partiyamız hansı olacaqdı? Bəli, Ələkbər bəy Rəfibəyovun yaratdığı Qeyrət Partiyası 1905-ci ildə yaratmışdır və Rusiyada federativ dövlət qurulmasını və Azərbaycanın da, Şimali Azərbaycana da ilk dəfə muxtariyyət verilməsini bu partiya irəli sürübdür. Uşaqlar, bu testlərdə çox qarşımıza çıxacaq. İlk dəfə muxtariyyət tələbi irəli sürən partiya bizim Qeyrət Partiyamız 1905-ci ildə olmuşdur və Şuşada, Bakıda özəl belə deyək də filialları mövcud idi. Difai Partiyası. Difai Partiyası da uşaqlar 1906-cı ildə yaradıldı. Difai Partiyasını Bakıda yaratdılar. Əhməd bəy Ağayev yaratdı və məqsədi xalqı çarizmin milli qırğınından qorumaq idi. Erməni terrorundan qorumaq məqsədi ilə yaradılmışdır və partiyanın Gəncədə, Ağdamda, Şuşada belə deyək də filialları var idi. Həmçinin Qars Vladikavkazda da şöbələr açılmışdır. İrşad qəzetini nəşr etdirdi. D, Difai sözündə D, Difai Partiyasının öz adıdır, İrşad. Bax, xeyli yadınıza saxlaya bilərsiniz ki, İrşad qəzetini nəşr etdiribdir. Müsəlmanların xilasını maarifçilikdə görürdü və silahlı dəstələr yaratmışdı. Erməni terrorçularına qarşı da mübarizə aparırdı. Cənubi Azərbaycanda məşrutə hərəkatına, Osmanlı dövlətində Gənc Türklər Təşkilatına öz üzvlərini köməyə göndərmiş, pul yardım etmişdi. Biz məşrutə hərəkatını 1905-1911-ci il, sonra Gənc Türklər Təşkilatını Osmanlı mövzusundan öyrənmişik. Yəni, Difai Partiyası onlara dəstək olubdu. Proqramında aqrar məsələdə mülkədar torpaqlarının əvəzsiz kəndlərə paylanması, geniş inzibati özünü idarə, din, məhkəmə işlərində işlərin görülməsini, Qafqaz müsəlmanlarına muxtariyyət verilməsi məsələləri təbliğ olunurdu. Təhsilin yaxşılaşdırılması əsas vəzifə hesab olunurdu. Ondan sonra gəldik Müdafiə Təşkilatına. 1907-ci ildə Gəncədə yaradılmışdır müdafiə. Müdafiə Təşkilatında da Rus ordusunun zabiti İbrahim Ağa Vəkilov yaratmışdır. Hansı ki biz Dünya müharibəsində demişdik ki, İbrahim Ağa Vəkilov orada topoqraf kimi fəaliyyət göstərmişdir. Ətrafına ziyalılar və sahibkarlar birləşdirmişdir. Ölkəmizin qərb qəzalarında fəaliyyət göstərdiyi əsasən də
Gəncədə Difa Partiyasının yolunu davam etdirirdi, hansı ki erməni ruslara qarşı mübarizə aparırdı. Əhali arasında maarifin yayılmasına xidmət edirdi. Daha sonra gəldik Müsavat Partiyasına. Müsavat Partiyası da uşaqlar 1911-ci ildə Bakıda yaranmışdır. Müsavat Partiyası Məmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə, Tağı Nağıyev tərəfindən yaradılmışdı. Yəni 3 insan birləşib müdafiə Müsavat Partiyasını yaratmışlar. Bərabərlik Partiyasını yaratmışlar. Burada Balkan müharibələri dövründə 1912-13-cü ildə Türk xalqlarına müraciət edərək Osmanlı dövlətinə yardım etməyə çağırılmışdır. Baxın, gənc türklərə köməklik edən kim oldu uşaqlar? Gənc Türklər Partiyasına daha sonra dedik ki, məşrutə inqilabına dəstək verən partiyamız hansı oldu? Difai. Gənc türklərə və məşrutə inqilabına dəstək oldu Difai. Balkan müharibələrinə kömək, dəstək üçün müraciət etdi Müsavat. Yadınızda saxlayın. 1912-ci ildə Müsavat Partiyasının proqramı çap olunacaq. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar verilmiş ümumi əhvdən sonra mühacirətdən qayıdan Məmməd Əmin Rəsulzadə Müsavat Partiyasının liderliyinə başlayacaq və Hüseynzadənin türkləşmək, İslamlaşmaq, müasirləşmək. Uşaqlar, bu Azərbaycan bayrağının ideologiyasıdır. Biz Azərbaycan demişdik, bayrağı 3 rəngdən ibarətdir. Göy, qırmızı, yaşıl. Göy türklükçülüyümüzü, qırmızı İslamçılığımızı, daha doğrusu yaşıl İslamçılığımızı, qırmızı isə müasirliyimizi, demokratiyamızı bildirir. Hansı ki, bu Hüseynzadənin belə deyək də işlətdiyi ideya idi ki, hansı ki, Məmməd Əmin Rəsulzadənin onun siyasi doktrina şəklinə salmışdır. Daha sonra 1915-ci ildə Açıq Söz qəzeti nəşr olunacaq. 1917-ci ildə birinci qurultay çağırılacaq və muxtariyyət, müstəqillik tələbləri irəli sürüləcəkdir. Sonra gəldik Qeyrət Partiyasının siyasi proqramından çıxış etmiş Türk Ədəmi Mərkəziyyət Partiyasına. 1917-ci ilin martında Gəncədə yaradılmışdı uşaqlar. Və belə ki, Qeyrət Partiyası kimi bunlar da Rusiyada federativ dövlət quruluşunu istəyir, Şimali Azərbaycana muxtariyyət verilməsini istəyəcəkdir və partiyasının mitinqlərində yaşasın Azərbaycan muxtariyyəti şüarları əks olunacaqdır və müsəlman xalqların dini zəmində birliyinin yaradılmasını istəyən Müsəlmanlıq Partiyası vardı, hansı ki, dediyim 1905-ci ildə yaradılmışdı. O partiyadan fərqli olaraq Türk xalqların birləşməsini əsas götürülürdü. Əsas prinsipial məsələlərdə eyni proqram ilə çıxış etdiyi üçün 1917-nin iyununda Müsavat Partiyası ilə birləşəcək. Türk Ədəmi Mərkəziyyət Partiyası, deməli 1917 martında yarandı uşaqlar. 1917-nin iyununda Müsavat Partiyası ilə birləşəcək və Türk Ədəmi Mərkəziyyət Müsavat Partiyası adlanmış olacaq. Belə. Gəlin dediklərimizi ümumi bir dənə də sual-cavab eləyək. Uşaqlar, dedi ki, ilk siyasi təşkilatımız hansı oldu? Bəli, Müsəlman Gənclik Təşkilatı. Nə vaxt yarandı bu təşkilat? 1903-cü ildə. Hümmət Təşkilatı nə vaxt yarandı? 1904-cü ildə. Hümmət Təşkilatını kim yaratdı uşaqlar? Bəli. Mövsüm olunan Rəsulzadə yaratmışdı uşaqlar. Daha sonra hansı partiyamız idi ki, onun daha çox şöbələri var idi və onu müsəlmanların döyüşkən partiyası da adlandırırdılar. Bəli, bu olacaq Müdafiə partiyamız. Hansı partiyamızda ilk dəfə olaraq Rusiyanın federativ quruluşda bölünməsini, Şimali Azərbaycana muxtariyyət verilməsini istəyirdi. Bəli, bu da Qeyrət partiyası olacaq. Qeyrət partiyası nə vaxt və harada təşkil olunmuşdur? 1905-ci ildə Gəncədə təşkil olunmuşdu. Kim yaratmışdı Qeyrət partiyasını? Ələkbər bəy Rəfi Bəyov yaratmışdı. Bəs Əhməd bəy Ağayev hansı partiyanı yaratmışdı? Bəli, Difai partiyasını yaratmışdı. Bəs Difai partiyası nə vaxt yaranmışdı? 1906-cı ildə yaradılmışdır. Difai partiyasının yaranmasına məqsəd nə idi? Uşaqlar, bu da dedi ki, erməni vandalizminə qarşı mübarizə aparmaq idi. Müdafiə təşkilatını kim yaratmışdı? Uşaqlar, İbrahim Ağa Vəkilov yaratmışdı. Bəs Türk Ədəmi Mərkəziyyət Partiyası nə vaxt yarandı? 1917-nin martında. Bəs hansı partiya ilə birləşmişdi? Bəli, deməli birləşəcəkdi. Türk Ədəmi Mərkəziyyət Müsavat Partiyası adlanacaq Müsavatla birləşəndən sonra. Bu da nə vaxt birləşdi Müsavat Partiyası ilə? 1917-ci ilin iyun ayında birləşdi. Bəs yaxşı, İrşad qəzetini nəşr etdirən partiya hansı idi? Demişdi ki, Difai partiyası idi. Bəs yaxşı, Müsəlmanlıq partiyası nə vaxt yarandı? 1905-ci ildə. Harada yaranmışdı? Rusiyada yaranmışdı Müsəlmanlıq partiyası. Daha sonra
Bəs Gəncədə yaradılmış partiyalar hansılar idi? Uşaqlar, biz bunu QMT kodu ilə yadımızda saxlayırdıq. Qeyrət, Müdafiə, Türkədəmi Mərkəziyyət Partiyası yaradı. Bəs bu gəl görək Qeyrət Partiyasını, bunları yaradan şəxslər kim idi? Adları. Qeyrət Partiyasını yaradan şəxsin adı Ələkbər bəy Rəfibəyov, Müdafiə Partiyasını yaradan şəxsin adı İbrahim Ağavəkilov, Türkədəmi Mərkəziyyət Partiyasını yaradan şəxsin adı Nəsib bəy Yusifbəyli olmuşdur. Daha sonra bəs Şimali Azərbaycanda müxtəlif verilməsinin təşəbbüsünü irəli sürən partiyalar hansılardır? Bu QDMT kodunu yadımızda saxlayaq. Qeyrət, Difai, Müsavat və Türkədəmi Mərkəziyyət partiyaları idi. Bəs Açıq Söz qəzeti hansı partiyanın nəşr etmişdi? Bəli, Müsavat Partiyasıdır. Müsavat Partiyası dedik, nə vaxt yaranıb? 1911-ci ildə. Kim yaratmışdı Müsavat Partiyasını yaradanlar? Dedik, Məmməd Əmi Rəsulzadə, Abbasqulu Kazımzadə, Tağı Nağıyev idi. Bəs Müsavatın belə deyək, proqramı nə vaxt nəşr oldu? 1912-ci ildə. Birinci qurultay nə vaxt keçirildi? 1917-ci ildə. Uşaqlar, dərs izahımız bu qədər. Ümid edirəm sizlər üçün faydalı oldu.